Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında iştirakçı olan İmişli şəhəri Nəriman Nərimanov adına 1 nömrəli məktəb liseyin şagirdlərindən 23 nəfəri 200-dən çox bal toplayıb. Həmin şagirdlərdən 15 nəfəri məktəbin 11 T sinifinin şagirdləridir. Onlar arasında ən yüksək nəticəni Fərid İsmailov göstərib. Buraxılış imtahanında 296 bal yığdım. Bunun üçün çox sevinirəm. Gələcəkdə arzum həkim olmaqdır. İnşallah cərrah olmaqdır daha doğrusu. Bu yol uğrunda uğurla addımlayıram və inşallah da gələcək üçün savadlı bir kadr olaram. Sinifin yüksək bal toplayan ikinci şagirdi isə Aytən Həsənovadır. O, uğur qazanmağında müəllimlərinin və valideynlərinin böyük rolunun olduğunu deyir. Buraxılış imtahanından 295 bal toplamışam. Əslində məqsədim 300 idi. Suallarla tanış olandan sonra da 300 gözləyirdim, amma olmadı. Amma inşallah növbəti imtahanda 400 balı hədəfləyirəm. Məqsədim gələcəkdə Bakı Dövlət Universitetində riyaziyyat ixtisası üzrə təhsil almaqdır. Məktəbdə kimya fənnindən dərs deyən şagirdlərin isə sinif müəllimi olan Kəminə Məmmədovanın sözlərinə görə müəllim üçün ən qürurverici an zəhmətinin bəhrəsini görməkdir. Şagirdlərimiz yüksək nəticələrlə müəllim heyətini sevindirdi, məktəbimizi sevindirdi. Biz inanırıq ki, 11 T sinif şagirdləri imtahanın növbəti mərhələsində daha yüksək nəticələrlə bizi sevindirəcəklər. Və bu sinifdən gözləntim çoxdur, böyükdür. Əminəm ki, maksimum bala daha çox uşaqlar çatacaqlar və mən bundan əminəm.